Nigaran qalmasınlar bizdən. Çox sağ ol. Arkadaş bir tane de 09'a benden salam deyin. Kırmızı gene. 100 həncəman olsun. Əgə fırlan. Yani o heç tərpənmir. Fırlancılsan. Sen dediler ki sama başladı efirə. Ben sana diyorum bu elə belə başa Səhər Əmrələ ayaqqabı fabrikəsinə deyinən ki, mənim ayaqqabıların bağı qırılıb, bir cüt ayaqqabı bağını göndərsin mənim üçün. Arkadaş bir tane de 09'a benden salam deyin. Bulat İlbəşilə çıxma gəl. Mən Zıq kəndinənəm. Rasim Əliyev, döyüşürəm. Bir nömrə ayaqqabı fabrikəsinə gəlmişəm. Bizə irəli dedi, irəli gedirik. Döyüşürük də Azərbaycan torpağında. Amma evdəkilər istəyirəm ki, bizdən nigaran qalmasınlar, biz döyüşürük torpaq uğrunda. Yenə də sağ-salamat qayıtçıyıq dala. Qələbə ilə. Nigaran qalmasınlar bizdən. Çox sağ ol. Biz də sağ olun. Sağ ol. Görsünlər ki, belə almışsınız kuruğa da mənim kimi bu qocalı. Bu en yaşlımız mənim. Tağlar yok. Düz 3 həftə baxacam idi. Əgər o efirə düşməsə əlimə. Səsin getmir, xeyir yox. Özün zırmışsan dağı. Ha, səs yazılır, mikrofon yox. Yazılsın da mən nə deyirəm? O elə bir edir, yalanları fırlayır. Özdə əlim yerisi. Sosial bir. Da bıraxa bilən hə, yazılır. Bak Sinan. Haykəlli dönən o. Bacı ilə mənim başım yiyəcək. Sami. Bacı gəlir. Evdə görsün də zəhərli. Vətən sizə qoruyur. Ha? Bu televizorda belə. Oxuyun, bir mahnı oxuyun. Qəfədan da düşdü ha. Bu halı bəbi yox. Sağ ol. Çağla bağla deyir. Spokojnie gəldim yanına ki, biraz sigaret və yandırım. Yandıran kimi dedim, mən göllə deyim. Sigareti canımdan çox istəyir. Ağradmı? Ha? Göynədir. Sigaret istəyirsən indi? Ver də, ver, çək, çəkmirəm. Verim çəkdir. Ver. Uzaq surucu tələmizəm, bir dənə bond verim sənə. Gəl, siqaret verəm. Bir sigaret də mənə ver. Şahidi bir kilo çəkmirəm, Allah canımı sağ ol. O üstü nədir ki? Dünya aləm vecmə, deyib də canın sağ olsun. Ne olur bir dənə dəmirdir də, çox olsa aeroportdan zıngıra ona çıxacaq. Hələlik mən buradayım. Oğlumu efir vasitəsilə təbrik edirəm. Sağ ol. Sağ ol. Mənim özüm Füzuli rayonundanam. Füzuli rayonundan. Mən köhnə döyüşçüyəm. 1991-dən döyüşlərdə olmuşam. Demək olmaz ki, o vaxtlar döyüşlər olmayıb. Bizdən olub komandirlər Kamil Abbasov, bizim komandir rotamız olub. Elçin, Razi. Bu komandirlər aramızda bir qız xeyladı olub. Gülbar adında. Çox ürəkli qız olub, Sivyaz olub. O döyüşçülərdən Elçin Kamil rəhmətə getdi. Biz onların qanını yerdə qoymamışıq, onların qanını almışıq. Bu ölən təzə döyüşçülərimizdən, onların da biz qanını yerdə qoymayacağıq. Sözüm. Sağ ol. Və burada bir də o mənim yadımda qalacaq ki, Azərbaycan ordusu yaranıb və yarandığı vaxtda biz gəlmişik döyüşə. Və bundan da əlavə o da o ilə yadımda qalacaq ki, mənim 3-cü övladım, deməli oğlum dünyaya gəlibdir. Düzdür, mən məktub vasitəsilə onun adını göndərmişəm, amma heç üzünü də gedib görməmişəm. Adı nədir elə buradan dedin? Adı nə? Atilla məktubla bildirdim. İndi imkanları yox. Daha doğrusu heç adam bir yerlərdə arılanmaq istəmir uşaqlardan. 2 aydır ki, gedib görə də bilmirdim elə. Yəni, bunun özü də ya mənim üçün tarix olacaq, ya bu Azərbaycan xalqı üçün tarixdir ki, bu ordunun yaranmasında mənim oğlum dünyaya gəlib, mən özüm əskər olmuşam, mən özüm yaxşı oğlanları tapmışam. Bu həm jurnalist kimi, hər bir insan kimi, həm vətəndaş kimi, ən başlıca sizə Azərbaycan əskəri kimi bizim yadımızda qalacaq. Çox sağ ol, Tahir Paşa. Sağ ol. Mən özüm Şəki rayon Çayqaravun kəndinəm, Əhmədov Sahib Vahidoğlu.
Bir onu ana atama bildirmək istəyirəm ki, arxayın olsunlar, hamı sağ-salamat. Füzulini, Qarabağ alıb hamı sağ-salamat qayıdacaq evə. Çox sağ olun.